Bir ailəni belə bu zülmətdən çıxardı. Həmən yer idi. Yazda gəlirsə, bütün bura su basmışdı. Bura belə taxta qoymuşdu, gelirdi. Remont olunub, asılış olunub, Allah həmd olsun. Ucu svejli gəlmir, demişliyi gəlmir, hər şey təzə. Buranı da bakırıq falan olacaq. Dağı da çək, dağı da çək. Hə, Daşlar tökülür. bax, buradan daşlar tökülmüşdü, hə, bu həmin Ceyran xaladır. Məsələn, bu sevinci siz də şərik olasınız inşallah. Bir uzunluğu bir az iş qalıb burada. Məsələn nədir? Mən müraciətim var. Ya buradakı bu iş olur. Bugünkü çəkilişimin səbəbi nədir? Həm sizinlə bölüşürüm, necə deyərlər, bu sevincisi inşallah. Plus da ki, burada inşallah gördüyünüz kimi otaqlar bomboşdur da. Yəni burada olan mebellər hamısı yararsız, hamısı çürüdü, tuğlandı. Yəni heç bir yalan bir şey deyil. Qaz peşi tutulmuş onlayn makinə. Yəni bura neçə illərlə köylənmişdir də. İndi bu qardaşımız Allah həmd olsun, Allah onlarına bərəkət versin. Yardım elədi buranın inşallah ki remont olundu. İndi ikinci məsələ çəkəcəm, o son video olacaq bu evdə inşallah. Mebel yoxdur. Yəni xeyirxah qardaşlar kimsə də qəzəkatı varsa, xeyirli sağ qazanmaq istəyirsə, branşlı bana da ki inşallah Ceyran xalanın kartını qoyacaq, öz kartını inşallah. Burada kravat lazım olur, mebeldir, xalacenlikdir, falan yaşlı qadında olur. İndi paltaraya maşallah yaxşı olar. İndi kimin gücünə çatırsa, o kartı inşallah kömək eləsin. Bu remont olunmuş boş evi dolduraq inşallah. İçindən daxil, yəni mebeli falan, şkafı, yəni çox şey lazım olmaz. Biraz pul yılsa Allah iznilə. Yəni azdır deyib keçmeyin. Manat da manatdır. Yəni hər bir manatda görə ki, izləmək olacaq da burada. Böyük kömək olmuş. Hər kəsində bir bu savabda bir qolu imzası olar. Yəni deyirəm, qoyuram, yazacaq orada altda Ceyran xalan öz şəxsi kartı. Kim nəyə güc çatırsa orada bir dəfə axın yardım edəyək inşallah. Bu ailə artıq sıfırdan qalxır ayağa. Qardaş artıq başlayır işləməyə inşallah. Xəstə qardaşı ilə Ceyran xalanın oğlu. Allah ona şifa versin. Bir dənə bura mebeldir, çünki bura bitir, cama köçməlidirlər inşallah. Köçüb gəlməlidirlər bura ki, yəni təsəvvür xadic ki, belə yoxdur da ki, produktunu qoyursun, kravatı yox, uşağı yatsın. Yəni oradan çıxıb qardaşın da imkanı harasa qədərdir də. Yəni bundan sonra, belə deyim də, kvalitet bulacaq, xeyla kömək edir. Bundan sonra biz digərlə birləşir inşallah. Qutaran kimi Ceyran xala köçməlidir bura nəvələri ilə inşallah. Prosta yedirəm, mebel o vaxta qədər, dama göl olur. Hələ gücünə çatırsa, inşallah bu karta kömək elə Ceyran xalaya, mebellər də alınsın, rahat özləri yuvası yaşasınlar. Nə qədər ki nəfəsləri var, nə qədər dua edəcəklər, bütün bu xeyirxahlara sahib yazılacaq. Oldu, inşallah ki güvənirəm sizə. Əssəlamu aleykum.